Məni qınayanlar oldu. Amma mən Heç kim qınamır. İmam Hüseyin qonağıdır mənim oğlum. Yox, orada qınanmalı yox, fərq Mən də eləməlidir. yəni ki, bilirəm, qəlbim ağlayır. Amma bir də təsəllüf etmək. Mənim nə qədər eləsəm də çata bilməyim məqama, oğlum çatdı. Ağam İmam Hüseyinin qonağıdır. Bizim oğullarımız tam Çünki mən dua eləyəndə bilmirəm, cahiləm, siz bilirsiniz. Mən dua eləyəndə bilmirəm, səhv dua eləyirdim. Deyirdim, balama əvvəl təz qeyrət edir. İmam Hüseyin iradəsi verir. Həzrəti Əli gücü. Bir də deyirdim, ay Allah, sənə əmanət edirəm. 3 gün idi deyirdim, Allah, sənə əmanət edirəm. Bunlar ən uzun məqama çoxdur. Yəni biz hamının arzusudur bu yerdə. Hamıya qismət olan bir məqam deyil. Allah sizə səbir versin. Allah sizə qorusun. Sizin fəxriniz sizdə olur. Belə anaları görəndə mən fəxr edirəm. Allah sizə qorusun. Gəlib də ərbəyinə bu imamın qırpına düşür. Yəni ki, özü də görürsünüz bu şəkilləri. Yəni, yazıb ki, bunu mənim tez atını bilmirəm. Susuz olur, əvvəlfəz ağam kimi susuz olur. Su tapıyıb, torpaqla təzim edib, vuruşaq. Yaralanıb, amma yenə ağam əvvəlfəz kimi vuruşub. Taqətdən sonra qədər vuruşub. Fəxr edirsin Allah. Sizin kimi anaların ailələri var. Amin.